hansısa bir şey yaşayanda, üzüləndə qusuram, qaytarıram deyirsinizsə əgər, qusmaq bədəninizin verdiyi bir reaksiyadır. Yəni bədən burada əslində sizə bunu deməyə çalışır ki, mən bunu həzm edə bilmirəm və bu bədənin bir şəkildə bildiyi yöntəmlə bunu çölə çıxartmasıdır. Üzüldüyünüzdə sıx-sıx qusursunuzsa əgər, ruhunuz sizə bu yaşadığım olayı həzm edə bilmirəm, tiksinirəm deyə bir mesaj verməyə çalışır. Çünki bizim vücudumuz nə zaman qusma olayını yaşadır bizə, hər hansısa bir qida maddəsini həzm edə bilməyəndə, bir narahatçılıq yarananda onu geri çıxardır. Eyni şəkildə ruhda da baş verə bilir. Ruh əgər hər hansısa bir şeyi çıxara bilmirsə, bədən vasitəsilə bunu bizə göstərir. Və bu o demək olur ki, ruhun bizə bir mesajı var ki, arada sən də içinə yığdığın şeyləri çıxara bilərsən. Hər şeyi içinə atmaq, hər şeyi içində tutmaq məcburiyyətində deyilsən.